burada olmaq mənim üçün böyük şərəfdir. Uzun illərdir insanlarla işləyərkən bir həqiqəti gördüm. Hər bir insan içində oyanmağı gözləyən bir inanılmaz bir güc var. Amma bu güc çox zaman keçmişin yaraları, qorxular və ağır enerji yükləri altında gizlənən bir baskı. Mən enerji yaddaşını, alt şuurumdakı gizlənən kodlarını araşdırıram. Özümə bir məxsus bir metod yaratmışam. Bu sistem insanı içdən təmizləyir. Bu proqram köhnə enerjini silir və yeni mən doğulmasına imkan yaradır. Mən hər bir insan üçün tam fərdi, xüsusi bir proqram hazırlayıram. Onun xarakterinə, həyat yoluna, enerji xəritəsinə uyğun. Və bu yolda insanı tam sona qədər müşahidə edirəm. Bir çox insanlar məndə mentor, yol göstərəci dostunu görür. Və hər zaman deyirəm, mən səninləyəm və səndə hər şey yaxşı olacaq. Bu proqramdan sonra insanlar həyatında çox möhtəşəm dəyişikliklər baş verir. Artıq çəkidən azad olurlar. Çünki yük bədənə deyil, alt şuurda qatlanır. İnsan öz arzusuna doğru hərəkət etməyə başlayır. Karyerada yüksəliş, maddi irəliş, yeni qapıların açılması baş verir. Cütlüklər, münasibətlərin bərpası, toydan əvvəl gələn cütlüklər, biz sadəcə onlarla toqquşmaları düzəldirik və onların ailəsində tam fərqli və doğru yolundan getməyə başlayır. Qaynana və gəlin, onların münasibətləri ailədə sakitlik və anlaşma yaradır. İnsan öz xəritəsini yazır, taleyin müəllifinə çevrilir. Bu sadəcə inkişaf deyil, bu insanın daxili yenilməsi və özünə qayıdışı yeni başlanğıcıdır. Bəzən bir görüşdə insanlar deyir, sanki illərlə içimdə saxladığım bir yük bir anda yox olur. Bəzən biri unudulmuş bir xəyallarını xatırlayır. Bəzən isə içində bir səssizlik yaranır və o bir səssizlikdə bir həyat başlayır. Mən insanı dəyişdirmirəm. Mən sadəcə onun içində gizlənmiş gücü görürəm və onu oyadıram. İnsan özünə qaydanda möcüzə başlayır. Və bilin ki, bəzən insanlar bütün taleyi dəyişmək üçün sadəcə bir qapı açılır. Əgər siz və yeni bir həyata keçməyə hazırsınızsa, doğru zaman indi. Doğru yol isə mənimlə başlayır. Sadəcə mənə müraciət edə bilərsiniz və illərlə arzuladığınız o yeni həyat bugündən başlasın. Ən yaxşısı, laləzən vurun.